Bir kişi eve yaxınlaşır, bir eve yaxınlaşır və orada əyləşmiş adamlardan soruşur ki, mən bərk susamışam, mənə su verə bilərsiniz içmək üçün. Oradakı cavan oğlan deyir ki, hə, götürür bir butulka suyu, verir bu oğlana içmək üçün. Elə bu ərəfədə bir gənc qız bunlara yaxınlaşır, deyir ki, sən evin kirayə haqqını niyə ödəmirsən? Deyir ki, ödəyəcəm. Mənə bir ayda möhlət verginən kirayə haqqını ödəyəcəm. Deyir, yox, sən 4 ayda mənə kirayə haqqını ödəmirsən, hələ bir ayda məndən möhlət istəyirsən. İndi bu saat kirayə haqqını ödəməlisən. Deyir, olar ki, gedək biraz kənarda söhbət eləyək. Deyir, kənarda niyə söhbət eləyək ki? Burada elə insanların, bunların arasında deyil, nə sözün varsa deyilən. Deyir, gəlsən mənə bir neçə vaxtda möhlət verginən. Mənim yoldaşım hamilədir, atam da xəstədir. Ona görə sənin pulunu ödəyə bilməmişəm. Gəl gedək, biraz kənarda söhbət eləyək. O qadın bundan bərk əsəbləşir, deyir, yox, sən bu dəqiqə pulu ödəməlisən. Nəhayət bunlar biraz oradan aralanırlar. Deyir ki, mənə sən izin verginən, bir neçə günlük də izin verginən, mən işdən pulumu alan kimi söz verirəm ki, sənin kirayə haqqını ödəyəcəm. Deyir, yox, mən bilmirəm, sən bu dəqiqə mənim kirayə haqqımı ödəməlisən. Əgər kirayə haqqımı ödəməsən, sizi evdən bayıra atacağam. Bu sözləri həmin su içən kişi də eşidirdi və onlara yaxınlaşır, qıza deyir ki, onların kirayə haqqını mən ödəyəcəm. Oğlan deyir ki, biz səni tanımırıq ki, sən nədən mənim kirayə haqqımı ödəməlisən? Deyir, nə olsun, sən məni tanımırdın, amma sən mənə su verdin, sən məni tanımırdın, su verdin, mən bərk susamışdım, sən mənə yardım elədin. İndi mən də sənə yardım eləyirəm. Deyir, qız qayıdır buna deyir ki, bəs onlar sənin pulunu necə ödəyəcəklər? Deyir ki, mən onlara pulu ödəmək üçün vermirəm ki, mən onların pis durumda olmasını gördüm. Yoldaşı hamilədir, atası xəstədir, vəziyyəti çətindir. Sən onlara hörmət eləmək əvəzinə onlarla çox qaba rəftar elədin. Mən bu pulu onlara hörmət xatirinə verirəm. Onu pulu geri almaq üçün onlara vermirəm. Deyir, həqiqətən ödəyəcəksən. Deyir, hə, mən onların kirayə haqqını ödəyəcəm. Nə qədər kirayə haqqı ödəməlidir olar? Deyir, 10.000 lirə ödəməlidirlər və oğlan cibindən çıxardıb pulu qıza verir. Deyir, al, bu da sənin kirayə haqqın. Və qız pulu alıb çıxıb oradan gedir. Oğlan bunlara deyir ki, mən buradan biraz kənarda mənim ofisim var. Siz sabahları gələrsiniz həmin ofisə, mən sizə həm qalmaq üçün yer təşkil edəcəm, həm də sizə iş verəcəm, işləmək üçün. Bu oğlan çox təşəkkür edir, öz minnətdarlığını bildirir. Deyir, darıxmayın. Mən sabahları sizin ardınızca gəlib sizi buradan aparacam. Bax, indi belə xeyirxah insanlar da var. Adi görürsən ki, o ona bir butulka suyu hörmət eləmişdi, amma söhbət burada dəyərdən, miqdardan getmir. Söhbət burada hörmətdən gedir, insani qayğıdan gedir. O bir butulka su və o
insanın qayət keçdiyi, görürsünüz onun necə dar gündən qurtardı. Allah heç vaxtı ürəyi açıq, düzgün insanları darda qoymaz. Onların dadına çatar. İndi hər birimiz geniş qəlbli, ürəyə açıq olaq və qarşımıza da Allah belə geniş qəlbli insanları çıxarsın. Diqqətinizə görə çox sağ olun.